Esselamu Aleyküm ve Rahmetullah. Əziz və dəyərli izləyicilər. İnşallah deməli, böyük günahlar dərsinə davam edirik. Əziz izləyicilər, İslam alimlərinin bir çoxu kafir olmaqdan, Allah'a şirk qoşmaqdan sonra gələn ən böyük günahın namaz qılmamaq olduğunu deyiblər. Namaz hər bir müsəlmana Allahın əmridir. Belə ki, Allah Taala Nisa surəsinin 103-cü ayətində belə buyurur. Namaz müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz qılınmışdır. Və ya Bəqərə surəsinin 45-ci ayəsində Rəbbimiz belə buyurur: Səbr edərək və namaz qılaraq Allahdan kömək istəyin. Şübhəsiz ki, bu, yəni səbr və namaz xuşu ilə itaat edənlərdən başqasına ağır gəlir. Əziz izləyicilər, namaz qılmaq fərzdir. Yəni, namaz qılmaq şərtdir, qılmamaq isə böyük bir günahdır. Namazın fərz olduğunu qəbul etməmək insanı dindən çıxarır. Namazın nəfsinə aldanıb, qılmayanlar isə böyük günahkarlardan olur. Başqa bir ayədə Rəbbimiz belə buyurur: Sizi səqərə, cəhənnəmə salan nə idi? Müddəssir surəsi 40-cı ayət. Və belə cavab verirlər. Müddəssir surəsi 44-cü ayətində Rəbbimiz onların belə deyəcəklərini buyurur bizə: Biz namaz qılanlardan deyildik. Namaz qılmayanlar haqqında başqa bir ayədə də belə keçir. Məryəm surəsinin 59-cu ayəsi: Ancaq onlardan sonra namazı tərk edib, nəfslərinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar cəhənnəmdəki qay dərəsinə düşəcəklər. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurub: Həqiqətən şəxs ilə şirk və küfr arasında namazı tərk etmək vardır. Yəni namazı tərk edən biri artıq hər an kafir ola bilər. Namaz sanki bizi şirk və küfrdən qoruyan bir qalxandır. Bir İslam alimi də belə deyir: şirkdən sonra namazın tərk edilməsindən daha böyük günah yoxdur. Resulullah sallallahu aleyhi və səlləm bir hədisində belə buyurur: Bu dinin başı İslamdır, dirəyi namazdır, zirvəsi cihaddır. Dirəksiz bir tikili yıxıldığı kimi namazsız insanın da dini yıxılır. Belə ki, başqa bir hədisdə də namazı tərk edən kafir olaraq ölər buyurulur. Bəzi alimlər namaz qılmayan müsəlmanı öldürməli olduğunu demişlər. Bunun səbəbi isə namazsız keçən hər bir anın onun adına günah olaraq yazılmasıdır. Yaşadıqca günah qazanan birini yaşamaması daha xeyirlidir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurub: Qiyamət günündə qulun ilk hesaba çəkiləcəyi əməl onun namazıdır. Əgər namazı düzgün olsa, işi yaxşı gedər və qazanclı çıxar. Namazı düzgün olmazsa, itirər və zərərli çıxar. Əgər fərzlərdən bir şey nöqsan çıxarsa, əziz və cəlil olan Allah, qulumun nafilə namazları varmı? Baxın, deyər. Fərzlərin əskiyini nafilələrlə tamamlayar. Sonra digər əməllərdən də bu şəkildə hesaba çəkilir. Bu da Tirmizdə keçən bir hədisdir. Əziz izləyicilər, unutmayaq ki, şeytan bir dəfə səzdəni tərk etdi və cənnətdən qovuldu. Hər gün 5 dəfə namazı tərk etmənin cəzası sizdə necə olar? Bunun üzərində diqqətlicə təfəkkür etmək lazımdır. Allah Quran-ı Kərimdə Əbu Cəhl haqqında belə buyurur: Beləliklə o nə təsdiq etdi, nə də namaz qıldı. Bu da Qiyamət surəsinin 31-ci ayəti. Görüldüyü kimi təsdiq etməkdən, yəni imandan sonra ən önəmli gələn namazdır. Ondan sonra isə Allah onun haqqında vay sənin halına vay, yenə də vay sənin halına vay. Qiyamət surəsi 34-35-ci ayətdə buyuraraq bir növ gözdağı verir. Həzrəti Əli radiyallahu anh Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə dinir, nəql edir: Namazı tərk edən, onu qılmayan mömin qulların alnına Allah bu Allahın rəhmətindən çıxmışdır yazar. Mən ondan uzağam. Qul bir namazı tərk etsə, adı cəhənnəmin qapısına yazılar. Əzizlərim, namaz Allahın bizə əmridir. Namaz qılmayan kafir olmaz, amma çox böyük ehtimal kafir ölər. Əsas olan son nəfəsə qədər imanımızı qoruyub müsəlman olaraq can verməkdir. Çalışaq ki, ən azından namazın fərzlərini qılaq. Allah bizi sabit etsin. Amin. Velhamdülillahi Rabbil alemin.